Ona görə Azərbaycana gəldikcə, bilirsiniz nə var? Mən bu Azərbaycan türkü olaraq, elə siz də, biz Bakının mənafeyi prizmasından, dövlətimizin mənafeyi prizmasından havacaq. Bir dənə söyleyeyim və bir də Təbrizdən baxırıq. Bakıdan baxırıq. Mən Təbrizdən, mənafeyimdən, milli dövlətimin mənafeyindən baxıram ora. Orada kimsə məni baxlamaz. Necə ki, Netanyahu çıxdı dedi ki, bir bayraq, bir dənə Məmərzanın oğlu, elə birinci biz çıxdı dedi, Netanyahu. Nə danışırsan? Biz nə Kuroş, nə Siros, nə Müvəxşotur, oğlatları deyil, biz türküz. Özün də bilirsən, Keneset də bilir, hamısı da bizlə də dostluğun, Azərbaycan da təhsə dayanıb burada. Bütün Azərbaycan burada məsələdir. Bilirlər, bildilər də nə mənədir. Ona görə də hər kəsindən hesabçıda bizdə aydındır, millətimizlə də, dövlətimizlə də. Amma kimsə bilmədən, ya bilərək, dururlar elə kör təbii, ay İran qorunsun, İranı vurdular, nə danışırsan sən, deyəsən dünyadan xəbərsizsən. Bu deyil, Bakıya doldurmuşdular ki, demək ki, gəlirdi, o terörist birisi var, Bağırzadədir, Bağır. Gəlmişlər zindandan uğurlayalar, Azərbaycanda çevriliş edələr. Azərbaycanda, hə? Gətirmişlər, doldurmuşlar məmləkəti. Ya Ali gəlmiş, Hüseyniyun, Fatimiyun orada da hazır deyirlər. Azərbaycan prezidentə deyir ki, mən bu Həsən Ruhaniyə dedim ki, onları çıxardın ya verin, o teröristləri oradan verin də, deyəcəklər. Dedi, hətta o adam ki, vurduları, xəmir elədilər, kim bilir. Atırdılar Azərbaycanın üstünə o rəisini. Ay bu rəisi getdi ora, Azərbaycan İsrail nə deyir, yox, özünüz vurdunuz, öldürdünüz ki, rədd eləyəsiniz. Ona da dedi prezident ki, mən dedi bu casusları, bir filanları yığışdırın da. Neçə dənə bizdən, hələ Azərbaycanın kuzeyindən, Cumhuriyyətdən, Tehranda casus tutulubdur, hə? Haradadır? Yoxdur. Tutub alimi basırdı, qonaq çağırırdılar, alim buradan, Azərbaycan. Tutub basırdılar zindana. Uşaq tələbə durub gedib Azərbaycanlıdır, yaşıl pasportla, orada dostun görə tutub basırdılar zindana görə Azərbaycandan da bir altdan bir şey alaq, filan eləyək. Yəni görə o tut, əsir tut, qonağı, yoldan keçəni, qadını filanı Avustraliyadan, Yapondan tutmuş da Amerikaya. Tutaq pıl alaq, onlarda biri var, Möhsin adında. Cinayətkar, adam yiyən, Möhsin Rizai. Biz səfəyin də biri həməcə də kandid namizəd olur, prezident olur. O qədər adam öldürüb bu. Hətta Xumeyni Səddam savaşında Azərbaycandan leşkər yağışını hamını ölümə verib bu adam. İndi ki, nə tapılıbdır? Yine bu adam tapılıbdır, deyəcək, bunlar hamısı burada təhlükəlidirlər. Və o dünənləri Trump çıxış dedi ki, bunlar dəlidirlər, bunlar ağılsızdılar. Və bunların axırından çıxacağım. Ay bu günləri çıxıb və Trump deyir ki, danışacı yox, nə? İndi siz buyurun, mən suallara cavab verim. Baxa görəcək, biz yine də deyirik, dövlətimizin mənafiyindən, Türk millətinin mənafiyindən baxırıq. Bizi bağlamaz ki, kim kiminlə savaşır, kim İslam yayır, kim yaymır, özləri budur, ərəblər də oradadılar. Salam, hər vaxtınız xeyir olsun dəyərli Media Türk TV izləyiciləri. Gündəm masada verilişinin bu saat olan canlı yayın buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmail'dir, hər zaman o. Bəli, müzakirəmizə keçid alırıq. Son dəqiqə xəbərlərini diqqətinizə çatdıracaq. Studiyamızda isə bizimlə birlikdə olan dəyərli qonağımız Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başkanı Əjdər bəy Tağızadə bizimlə birlikdədir. Hər vaxtınız xeyir olsun. Salam deyirik sizə Əjdər bəy. Hoş gördük bəy, təşəkkür edirəm. Biz də təşəkkür edirik. Dəvətimizi qəbul edib canlı yayımıza iştirak edirsiniz. Hər zamanki kimi çox kritik və gərgin hadisələrin baş verdiyini görməkdəyik. Xüsusilə də İran generallarının kütləvi şəkildə bir ardıcıl təşkil edən əməliyyatların davamında aradan götürülməsi ilə bağlı xəbərlər gəlməkdədir. İran növbəti zərbələri almaqda davam edir və bu öldürülən siyahıda yer alan şəxslərin içərisində özəlliklə Əhməd Vahidin adı daha çox diqqət cəlb edir. Çünki o da Naxçıvana dron hücumlarının təşkil edilməsində əmri verən göstərişləri icra etməklə bağlı konkret tapşırıqları ünvanlayan əsas generallardan biri və birincisi idi. Artıq o da həyatda deyil, öldürüldü. Şamxani Azərbaycana barmaq silkələyirdi ki, gələcəyik, vuracaq, o nə edəcək, bu nə edəcək. Şamxani ilə əməliyyatların ilk günü aradan götürülmüşdü və bunların sayı durmadan artmaqdadır. Son əməliyyat baş verənlər sizin söyləyəcəklərinizi eşitmək istəyərdik. Təşəkkür edirəm bəy. Birinci növbədə millətimizi və millətimizin, Türk millətinin keçmiş bayramı, Ergenekon yaz bayramını qutlayıram. Arzu edirəm ki, dövlətimiz, millətimiz və ölkəmiz hər tərəfdən qorunsun. Bu cür ki, fırtınalar yaradıblar, Azərbaycanı da yaddan çıxartmırlar. Yəni, irticaçılar, geri qalmışlar və işğalçılar həm istər ki, yuxarıdan, əşağıdan bunlar pusquda yatıblar ki, fürsət tapanda bir Azərbaycana da bir cırnaq çəksinlər. Ona görə ki, Azərbaycanın bir kiçik bölümü, Azərbaycan Cumhuriyyəti özünü bu fırtınalardan çıxardıb, Rus orbitindən demək ki, çıxa-çıxdadır, qutarır da. Ruslar buradan atmacalarına baxmayaraq, ay Sakharovun, ay Lavrovun, ay kimsələrin.
bir atmacalar atırlar, replikalar, onlar bağlamaz. Azərbaycanın quzeyi Cumhuriyyətimiz oradan qurtarıbdır və Azərbaycanın güneyi də, böyük Azərbaycan da bu fırtınalardan qurtaracaq. Ona görə bunların hamısı çalışırlar ki, İran adlanan yer dağılmadan Azərbaycanın güneyi öz o siyasi, milli iradəsini ortaya qoyub sərgiləmədən öncə çoxdandır bunlar bu işi görürlər. Demək 200 il bundan öncədən, 100 il bundan öncə və 1945-ci ildən üzü bir yana Sovet İttifaqı, ondan Batı dünyası, emperyalist dövlətlər vardılar. Hamısı Azərbaycanın güneyinin başından vurdular və gətirdilər o zaman İran adlanan yerdə qondarma bir şahzadə nəmnəmənə və sonrası da və həmin bu irtica və bu mallacıqazları gücləndirdilər və bu gündə onun cəzasını çəkirlər. Axır bu irtica, bu mühümatçılıq, bu geri qalmışlıq gətirdi ki, terrorizmə çıxartdı. Bu günləri Tehran rejimi hamı bilir. Avstraliyadan başlanmış Kanadaya dək və Amerikanın özünə dək. Və İngiltərəyə dək. Hamı deyir ki, bu rejim terörist bir rejimdir və İnqilab Qvardiyası, bu inqilab keşikçiləri ki, bura pastarlar deyirlər. Və bir zamanlar deyirlər, yaxşı, hətta deyək ki, bu rejim var, başında Seydəli, Xameneyi var, ondan filan. İndi də bunlar yoxdur. Bu günləri burada İnqilab keşikçiləri, yəni pastarlar, sepah pastarlar var. Bunlar bu deyil, silahlı bir dəstədirlər və terörist bir dəstədirlər və ipə sapa yatan da bir dəstədir. Qanun nədir, beynəlxalq hüquq nədir, Birləşmiş Millətlər Təşkilat nədir, dost kimdir, düşman fərq eləmir bunlara. Görürsünüz ki, 4 tərəfədir bunlar. Hücuma keçirlər, füzə yağdırırlar, ay İslam nədir, ay dostluq nədir, kimdir müsəlman, kimdir qonşudur filandır. İndi düzdür, Azərbaycan bunların bəzi yerdə bunlar quduzlaşanda, quduz itin də ağzına bir küt atarsan, Azərbaycanda bir küt atır deyir ki, adların ağzına bir şey atın, bunlar əl səsinə geçsin, görək. Amma bunların mahiyyəti dəyişmir. Bunlar yəni birdən-birə dururlar Naxçıvana və Ardıcıl Türkiyə Cumhuriyyəti dövlətinə füzələr fırladırlar. Deyirsən, bunların elə belə demək ki, bunlar hesab-kitab dağıtmasa, bunların alt şuurunda, şuuraltı bunlarda var. Ora fırladıbsan, burada Azərbaycanda fırlad. Bunlar hər zaman bayaqda siz söylədi ki, Bağırı vardı. Bağırı kimidir? Bağırı Azərbaycanlı idi, Türk idi. Türk. Bu adamlar ki var ya, çox millətçiyəm deyirlər, mənim türküm. Sənin türkün cinayətkardırsa, mənim dövlətimə, mənim millətimə qarşıdırsa, onun nə türlü ki? O cinayətkar, yox, ola gəlib bizim millətimizdən də öldürsün. Dövlətimə qarşı, o Bağırı gəlib dayanmışdı Araz kənarında, 2 dənə qoşun gətirmişlər. Bir, bu İnqilab Qvardiyasını, bağıranlar, deyir, 4000 dənə füzə Bakıya fırladacaq. O zaman da elə məni, baba, buradan deyirdim. Dedim, birin fırla görərsən, nə olacaq? Nə olacaq səni? Öyle də o zamanda Güneylilər də oradan çıxmışlar. Özlərinin ordularına, tankların üstündə Güneylilər hamısı bozqurt qaldırırdılar. Və demək ki, Norduza hücum gətirmişdilər və Norduz tərəfinə sözüm onda yox. Yəni, indi bu günlərdə bir də adamlar da çıxır ki, nə olsun da, nə olar şikəncəgərdir, nə olar cinayətkardır, nə olar paslardır, nə olar demək ki, bu Tehran rejiminin qulluğundadır, onun kadrosudur, mənim türkümdür. Yox da, qoy boş qaba apar evizə. Nə sənin türkündür? Harada türk cinayətkar, harada türk adam yiyən, harada türk dövlətimə qarşı, millətimə qarşı, o köləligi dəstəkləyən, işğalçını dəstəkləyən. Yox, mənim türkümdür, ya yaxud, biri də özünü belə göstərirlər, yox, bax bilirsən nə var, mən bu türkçülüyün kökündən bilirəm, qalan adamlar hesab, mən də o dərin şeylər bilirəm, siz nə bilirsən, nə danışırsınız siz? Mən hər şey bugün göz qabağında, dünya çox kiçilibdir. Hər kəs də demək ki, bu günləri balaca uşaqlar, gənc uşaqlar o əldə olan telefonlarla, nə bilim, bilgisayarla, bir dənə laptopla dünyanın hər şeyini bilib. Anda qalıb millət ola, dövlət ola. Ona görə də bu günləri bəzi söhbətlər də var, kiçik yerdə, onu söhbət eləyəndə biri də deyir ki, görürsən nə danışır. Onda əgər elə olsa, onda mallalar gərək 1000 il və yaxud kəşişlər və yaxud qaxamlar, yəni nə bilim, budist mallalar var dağların ortasında. Gələr bunlar ki, çıxanda mənbərə belə şeylər danışırlar, belə də huliyalara qalırlar ki, adam görürsən nə danışır. 7 göydə ulduzları belə bir dənə sayır, içindəki də dünyada bu dəlinin biri deyil. Çıxardı ki, aparır bunu dəlixanaya, buna ki, tabletdən zatdan verin, qoyasın, alı yerinə gəlsin. İndi də helənci türlər tapır. Amma gəlir ki, demək ki, Araz kənarında 2 ordu gətirir, mənim dövlətimi, tanklarını üzün döndərir bir yana, mənim dövlətimi, mənim millətimi hədələyirsə, hər kəs olsun, vahidi olmasın, Bağırı olsun, Bağırı olmasın, Səlami olsun.
və demək ki, dünyada terrorizmi dəstəkləyirsə, həmin bu vəhidi ki, dediniz, indi ölüb ölməyini, axşam bəlli olacaq, İsrail dövləti yeri ilə, nişanla deyəcək. Getdi Arjantinada bu adam başçılıq eləyibdir. Arjantinada Amea. Arjantinada orada partlatdılar, bir dənə kültür mərkəzi idi, Yahudilər oradaydılar. Orada partlatdı, öldürdü. Hələ də Xameneyi də, Rəfsəncanı da, nə bilim, o keçmiş Əli Əkbər vilayəti də filan. Hamısı bunlar qırmızı kitabdadılar. Hələ də orada məhkəmələr gedib, prokurorlardan bəzisi satqın çıxıb. Prezident orada satqın çıxmışdı. Tehran rejimi pul verirdi, bu məhkəməni dayandır. Orada bir prokuror çıxır, dedi, dayandırmayacaq kimlərin bu işlər. Biri də bu Vəhididir. Vəhidi demək ki, Tehranda tələbələrin öldürməsində əli var birbaşa. Hamısı cinayətkardır. Bunların hər birini qaldırırsan, ay bedava bunlar general olub, sərtib olub, sərləşkər olub, polkovnik olub, elə deyir. Bunlar demək ki, baş tüşü sayında adam öldürüblər, öğrenci öldürüblər, adam zorlayıblar. Bu 2 ay bundan qabaq 40 min adamı 2 gündə öldürüblər. Qalanqulan kişi, erkək, dişi, yaşlı, qadın, tublar hamısı zorlayıblar. Özləri eləmədiklərin o həşədil şəbi əli ilə. İndi sən durubsan Tehran rejimini yandaşlıq edirsən, o gedib həşədil şəbini gətirib Azərbaycanlını da elə o Farscadan da, Bəlustan da, Kürddə, külli İran adlanan yerdə. Hər nə qədər uşağı, qızı demək ki, ələ keçirdilər, veriblər həşədil şəbi ilə, ondan sonra Fatimi Yunun, Hüseyni Yunun əlinə. Həmin qadınların dənəbiri şimdi Türkiyəyə qaçıb, deyir ki, bizi hamılığa tutdular və hamımızı zorladılar. Deyir, orada bəzi qadınlar dedi, biz ərrik, dilimizi də bilmirdilər, deyirlər, əl-halal filan. Onda sən nə cür bu rejiminə, demək ki, rejimin qazanır, təsir edir. İranın, İran olsun, sənə nə? Nə olsun, İran deyirdilər, Turan, bu məktəblərindən, Məhəmməd Rıza dönəmindən, Rızanın dönəmindən, Gorbacurun dönəmindən. O kitablarda yazıb, bunlar Turandır, yəni biz. Biz də İranı. Hansı İran, hansı filan? Və bu günləri çıxırlar, boş-boş danışırlar ki, bilirsən bu Trump var ya, Trump hər nədirsə, o Amerikalılar özləri bilir. Səs veriblər, demokratik bir yolla. Biden gül oradaydı, o xanım orada filan gəldi. Seçilib Amerikada. Bu günləri hər nədirsə, gəlib deyir, hesab kitabı mən istəyəm sürüdən. Gələr gəlməz səfirlici tutublar. 444 günlük Amerika bunlarla savaşmırdı ki, dəstək verib. Yəni, demək ki, Jimmy Carter dəstək verib, ondan sonra filan. O da demək ki, mənim sizdən işim yoxdur ki, Şahın da qulağından Məhəmməd Rıza Şah, Əl-Hazrət, Şahan Şah, qulağından tutdular, it kimin ağlaya apardılar. New York'tan da dedi ölürüm. 40 milyar dolarda pul getirmişəm Amerikalılar. Ay Rockefeller, ay Nixon, ay filan kəslər. Mən gəlmişəm, dedilər, bilirsən nə var? Bas bayram. Amerikadan çıxartdılar, verdilər Torikosun əlinə. Ondan sonra da qaldı orada ağlayırdı, mənəyirdi. Amerikalılar. Qulağından ağlayır deyə şah, zarafat deyir, qısır uzadırdı mənə Allah Hazret, şahın yerini, məni imamlar, məni filanlar, nə sözdür, murdar əssin biri. Azərbaycana hər dəfə mən demişəm, geçmiş inqilabda indi çıxıb biri də, qələt eləmişik, ondan filan elədik, inqilabı eləmə oldu, dedilər, İran adlanan yerdə gedələr, geri qalmış, adam yiyən Xumeyni kimini gətirələr. Demək ki, sizləri Allahdılar, Xumeynini, irticanı, mühümmatçılığı İran adlanan yerdə biri dəyaqda edirlər ki, Pəhləvi sülaləsindən qurtarsınlar. Amma biri də Allahdılar köşdüz filana, başladılar Amerikaya ölüm olsun, Amerikanın filan soğuk savaş dönəmi indi. Ruslar da bir yandan fitdədilər. Ona görə indi bu günlərdə elə qələt elədik inqilab. Biz yaxşı elədik inqilab elədik. Niyə? Məhəmməd Rızaya qarşı, Pəhləvi sülaləsinə qarşı, ona görə tarixi bilmirlər. Bir yandan Güney Azərbaycan Türk milləti. Güney Azərbaycan həmin Pəhləvi sülaləsi gəldi. Demək ki, az zaman içində 30 min nəfəri Azərbaycanda öldürdülər. Məhəmməd Rıza yazıb o kitabı, Məmuriyyət Bərai Vətənəm kitabında təyyarəyə mindim və rəhramla filan kəsinə təyyarəyə mindim. Getdi Təbrizə bomba atdıq, filan elədik. Qırdılar, 30 mindən çox adamı qırdılar. Təbrizi, Azərbaycanı gücünə qoydular. İllər sonra Qazi Douglas, gələcək ki, Amerikanın məhkəmənin sədri Douglas, gəldi Azərbaycandan keçəndə dedi, heyvanları qırıblar, hamını zorlayıblar, Pişəvəri hərəkat dönəmi. Və elə bil ki, bura bir dənə işğalçı, yırtıcı qoşun girib, Pəhləvi sülaləsinin qoşunu. Hamı da o zaman kömək eləyib.
Amerika da köməkləyib, buna bu qabaqda gələn Şvartskovdir, Rusiya köməkləyib, arxadan vurub. Bu Ruslar illər ki tərifləyirlər qardaşlar, qardaşlığın dədəsi. Nə dədəsi? Cinayətkar, Sovet, işğalçı. Ona görə ya deyək ki, Prezident İlham Əliyev deyən düzdür, ya filan kəsdə deyir, işğalçı, bolşevik işğalçısız deyir. Açıq, qutardı. Ağılan işarəti kafist. Ağıllara bir dənə işarət kəfayət edər. İşğalçıdırlar, cinayətkardılar. Və bu günləri biz deyirik ki, biz Pəhləvi sülaləsinə qarşı savaşmışıq, özdə silahlı əcəb eləmişik. Əcəb eləmişik. Mənim millətimə, ölkəmə, demək ki, gəliblər, basıb, vurub deyil və bu mallalar bugünkü onların torbasındansıdır. Bu rejim var ya, dünyaya qan ağladır. Bu rejim onların torbasından çıxdı. Məhəmməd Rıza gedirdi, Əlahəzər Şah. Tübüyə o dəmirləri yalayırdı, arvadını da aparırdı. Xümeyniyə də ayda 7 min dolar savaş pulu aparı verirdi Səddama. Səddam da verirdi Xümeyniyə. Xümeyni də orada dedi, mən də bir dənə xurma yiyirəm, xeyr. Elə döyürdü. Amerikada deydi, əl dəyməyin ona, İngiltərədə deydi. Səddam da dedi, Məhəmməd Rıza, qoy mən bunu öldürüm dedi. Yox, aman dəymə, o da o Ayətullahdır, filan elədi. Ayətullah səni bir günə saldı ki, gördün neyle, niyə ağlayırsan? Nə oldu? Və it kimi bağladılar səni. İndi baxma, heç çıxıblar, şahın oğlunu gətirir, şah gətirir. Bu Azərbaycanda kinolar da var, şah gəlir, şah gəlir. Nə şah, nə filan. İt yiyəsini tanımayacaq, tanımır da büyünlər. Kimsə kimsəyə rəhm eləməyəcək. Hələ Amerika indi başlayıb ki, nə bilim, kimə 10 milyon dolar kimi. Bu İsrail də var ya, ki İsraillə kimsə qaşına gözünə aşıq olsun, kimsə düşmanlıq olsun, bizə nə, mənə nə, mənim millətimə nə. Azərbaycanla gəlib, birinci mənim dövlətim bərpa olanda kim tanıyıb? İsrail. Və bizlə də keçirir, əlverişir. Neftimizi alır, pulumuzu verir, silahımızı verir, elmini verir, xəstələrimizi qəbul edir. Və hər tərəfdə hazıram. Bizdən sonra Türkmenistanı da, filan da. Hər şey yerində. Əlverişli münasibət. Ağıllı dövlət, ağıllı millət də. Elə şəxsilərdə də belənsi münasibəti deyir ki, əladır. Ona görə bu günləri deyirsən ki, bu İsrail hamısı məhv eləyəcək. Zarafat deyir. Ölüm qalıb savaşır. O gün gecə siz ətmən baxdınız. O füzəni ki atdılar, o Nevanın yanında, o şəhərin yanında. O 180 nəfəri yaraladılar. Natanyahu gəlmişdi, dedi ki, ağır durumdu yox. Hər tərəflə savaşırıq, ey millət. 95% bu adamlar bugün bəlkə normal halda seçici etsə, bəlkə heç Natanyahu seçilmədi. Neçə faizlə hakimiyyətdədir? Barmaq sayıda millət. Amma 95% deyir ki, o dəfə 13 günlük savaşda elə ki, Trump Natanyahu dedi ki, uçaqları geri döndər. Uçaqları Tehrandan geri döndər. Mən deyirəm, geri döndərdi. İsraildə millət dedi ki, niyə yarımçılıq qoydun işi? Soydun, quyruğunda mındar elədin. Necə? Fürsət qazandılar. Bilirsiniz neçə dənə Sayın Heydər bəy. Şəhərləri var yer altında. 300 kilometrə, 150 kilometrə uzunluğunda şəhərciklər, şəhərlər. 30 dənə hələ o şəhərdən qalır. Və bunları birinci kim tapmışdı? Çevrəçilər, İran adlanan yerdə çevrəni qoruyan adamlar var idi. Onun bir dəstəsinin başında Kanadada yaşayan Azərbaycanlı ağay imamı var idi. 3-4 dənə xanım, 5-6 dənə çevrəni gedib. Onlar getdilər, gəzirdilər çölləri, heyvanlar qorunsun, otura gördülər, baba. Hər yanda bu yerin altı ilə başqa işlər gedir. Suları, çayları dəyişirlər, yerin altından milyardlarla pul qəyyir. Onlar biləndə SİPA, itilat yox, SİPA, İnqilab Qvardiya, getdi onları tutdu. İtilat dedici əks kəşfiyyat. Bunlar casus deyil, hətta Xameneyəcək. Amma əks kəşfiyyat dedi, yox, o xanımları da zorladılar. Bu yaxınlarda neçə illərdən sonra imamı ne yapar, belə o gecə öldürdülər Benavanı. Çevrəçi idi, qəşə gəlmişdi, elə bildi, xidmət eləyir. Evin zindanında öldürdülər, ölüsünü atdılar, ölüb da filandır. O qalanları da başlarına da nələr gətirir, onlar da qaldı, axı biz nə qayırmışıq? Dedilər, bunlar biz sirriləri bilir, İran adlanan yerin 4 tərəfində. Sonra nə oldu? İllər keçdi, rejimin özü çıxartdı qoydu. Bax, o nüvə silahını vurarsınız, nətənizi vurarsınız, İsfahanı filan elə. O zaman İsrail dövləti bəzi yerlərdə o sandrifurucuları vururdu. Bunların zada keçirdi, o istok zadı keçirdi bunlar. Çıxartdılar, deyilər ki, onları da vursa, bax, biz şəhərlər bizə baxdı, bunlar gediblər Xorramabadda, Loristanda. Dağın altını kesiblər, Yəznidə gediblər, qranit daşların altını söküblər, 800 metrədə, necə ki, Tehranda Xameneyin evi. Tehranda bazarda, keçən il qiyamət düşür. Bazarın altında bu tacirlər, zatlar deyəsən, bazarın altında tünel vurublar. Daraşdılar bazarın canına.
Getdilər demək icra başçısına, "Kişi nə qayırıbsınız, bu nədir?" O dedi, "Mən bilmirəm." Bu dedi, "Mən bilmirəm." Axır bəlli oldu ki, Tehranın bazarı da altından, Xameneyin evindən, pastordan belə hər yana şəhərin altı tünelləyiblər. Örneği harda? Örneği Gazzada. O cür eləmişdilər. Hami deşikləri vurmuşdu Tehran rejimi. Suriyədə də bunu eləmişdilər. İraqda da və milyardılar burada pul xərcləyiblər. İndi də hər yandan çıxırlar, İsraili vurur. Hara qaçıb gizləniblər? Giriblər o tünellərin içinə. O tünellərdən də çıxardırlar, demək ki, füzələri oradan fırladıb qaçıb girirlər. İsrail də indi bilibdi. İsrail də onları tapacaq, bir tapır. Necə ki, Gazzada deyir ki, bir dənə, oktyabrın 7-sində kimsə o paraqradlara minib və göydən o traktorlara tır gəlirdilər, İsraili tutacaq. Dedi, bir dənə qıracaq. Nə oldu Sinvarın ailəsi? Qardaşları hanı? Hanı? Tayfada bağı hanı? O birisilərin ki, Xalid Məşəl özü gəzirəydi orada, burada, Türkiyəsi oxulur ora-bura. Deyəcən, ailən halı, getdə çıx da, ondan görə başına nə gətirəcək? İran adlanan yerdə də siz söylədiniz, yəni Vəhididir, ay Təngisiri. Təngisiri çıxıb deyildi ki, İsraqa daha İsraqa gün. Ay minaları həm aşağıda əkmişik, həm yuxarıda əkmişik. Gələrsən Amerika görərsən, gəlir Amerika. O zarafat deyir, Amerikadır. Bayaq da söylədim. Biz kimsənin gözünə qaşına aşıq deyirik. Soğuk savaş dönəmi də deyir Rusların, altdan komünistlərin ki, ay Amerikaya ölüm olsun, Amerikaya falan deyən görəcək. Amerika gəlib bunlardan hesabını eləyir. Hesabını sürüdə. Getmişdilər Washingtonun yanında, Ağ evin qabağında. Hamasın bayrağını dəbərdirdilər. Gəlirik, qutarıbdır, gəlmişik. Və elə bizim demək ki, bu da demək ki, orada getmişlər, bəzilərinə pul verirdilər. Sıxmışdılar Amerikada, istədilər adamlar terör ilə. Məhkəmələr gedir. Amerikanın özünə, İngiltərə, bu Keir Starmer'i, keçən həftə kimin əzilib, büzülürdü. Ay Amerikaya təyyarə verərik, vermərik, o körfəzdə Hürmüzə gələrik, gəlmə, nə oldu? Hamısı Ləndəndə, Londrada. Orada demək ki, mer kimdir? Müsəlman, kökü Pakistanlı. İndi hamısı mənləyirlər, bunların əlindən, bu teröristlərin əlindən, bu Tehran rejiminin əlindən, casusların əlindən bizim rahatlığımız yoxdur, yaşaya bilmirik. İndi hamısı, keçən həftə içində nə oldu? Həmin ki, deyirlər, bu Trump. Trump da havalıdır. O adam nə idi? O terörist məşhur, Qasım Süleymanı. Çıxış elədi, ey Trump, ey qumarbaz, mən durmuşam, gəl qabağıma. Katlet elədilər, qoydular yerinə. Trump dedi, qumar oynamaz da, qumar belə oynayarlar. Putin də elə bir dəfə dedi ki, Putinin hesab-şabını istəydi, altdan çəkə qıtsını, Zelenskiyə dedi, sənin kartın yoxdur, yazılı da, deyən görə, bu nə kartdan danışır. Demədi qumarbazdır, belə oynayır, oynadı, qəşəng də oynayır. Mən belə oynayıram, necə oynayır? Ərəblər dedilər ki, ay Trump, gələcəksən bura, o düşərgələr ki vardı, orada da istifadə eləsin, elə Türkiyədə də, incirlik, filan yerlər. Ona bunlar da gələcək şərri yıqlar, bunlar teröristdirlər, bizim amanımızı qıraq. Yox ki, neynək? Mən çəkilərəm qırağa, siz fikrinizi eləyirsiniz. Tehran rejimi başladı füzələri, Əmarata, ondan sonra Qatara, Bəhreynə, Kuveytə, hamıya, hərənin payın qoydu Oğuzuna, birindən Asıvana. Ona görə Trump dedi, gördünüz. İndi Ərəb ölkələri hamısı yığıldılar, imzaladılar ki, bəli, filan, Tehran rejimi. İndi sıxıb belə deyirlər ki, Məhəmməd ibn Səlman deyir ki, Trump, bilirsən, bax, qoyub getmə, axırlarına çıx. Necə ki, Ərəb ölkələri çıxdılar, dedilər ki, ey Netanyahu, üzdə yalan deyirlər, Filistin. Dedilər, bu Qəzzədə bunların nəslini kəs. Yasir Ərəfat dönəmindən bunlar başımızın bəlasıdır. Ərəb deyə 400 milyon deyir. Bilyonlar dolar da hamıya pul paylayırlar. Ona görə də Trump da ağzına açanda deyir ki, 2 bilyon deyir, amma milyar demirəm. 2 bilyon filan kəs verdi Ərəbdən, 2 bilyon filan kəs verdi. Və indi sən gedibsən əmaratı nəmən idi. Sən bütün qara pullarını oradan yoğurdun. Oranı eləmişdin, terror mərkəzini eləmişdin. Əmarat dedi, dəlisiz. Əmaratın da köhnə bir dənə yarası var. O da nədir? Dəfələrlə demişəm. Şah dönəmindən ki, İngilislər gedəndə körfəzdə. Bu da qaçdı ədeşiyatçı, bu böyük tomb, kiçik tomb, Əbu Musa adaları var orada. Əmarat da deyir, bu bizim toprağın yaxınlığındadır, bizimdir. Və Əmarat da bunu Birləşmiş Millətlər Təşkilatına aparıb, beynəlxalq məhkəmələrə aparıb, orada utub. Rus da, Çin də bunu onaylayıblar. Yəni Əmarat Birləşmiş Ərəb Əmirlikləri. Bəli, onaylayıblar. İndi də sıxıb Tehran rejimində ki, bir dənə ölkənin, Əmarat deyir, adam ki, oyunbazlığı ilə bizim adalarımıza göz çürür.
Xarçı da götürəcək, ondan kişi də götürəcək, qeşmi də götürəcək, ondan tənqisirini də ki, başını soxdu zad altına, bütün oyunbazlığını hamısını da qıracaq, o tünellərdə tapacaqlar. Necə ki, Qazzada vurdu tünellərə suyu açdı, dənizin suyunu açdı, vurdu tünellərin də ağzı bağlandı, biri də elə orada qırıldılar, getdilər və demək ki, bu günlərdə nə ayrı, o da Livanda da. Hizbullah ay fırladaram, indi Qalibov çıxıb deyir ki, hələ möcüzələr olacaq, baxın Hizbullah gəldi, neyniyəcək? Çıxacaq yenə də gedəcək Beyrutun yaxınlığacaq, hamısı tutacaq İsraillər. Hamısı ələn 1 milyon adam qaçıbdı və məhv eləyəcək. Niyə? Amma bu gündə neçə ildir? 4 il olur da indi. Bu İsrail vurur, döyüşür. Kimsə İsraildə çıxır altından ölürəm. İsraildə də millətin 95% söylədim. Çıxıb deyişir, savaşın. Axıra kimin savaşın day bəsdir. Gəlib çıxmışdı Çoğlan təpələrin üstündən, oradan füzə fırladırdınız. Ona görə Azərbaycana gəldikcə, bilirsiniz nə var? Mən bu Azərbaycan türkü olaraq, elə siz də, biz Bakının mənafeyi prizmasından, dövlətimizin mənafeyi prizmasından havacaq. Bir dənə söyleyeyim və bir də Təbrizdən baxırıq. Bakıdan baxırıq. Mən Təbrizdən mənafeyimlə, milli dövlətimin mənafeyindən baxıram ora. Orada kimsə məni baxlamaz. Necə ki, Netanyahu çıxdı dedi ki, bir bayraq, bir dənə Məmərzanın oğlu elə birinci biz çıxdı dedi, Netanyahu. Nə danışırsan? Biz nəm Kuroş, nəm Siros, nəm Hüvəqşotur, oğlatları deyik, biz türküz. Özün də bilirsən, Kneset də bilir, hamısı da bizlə də dostluğun, Azərbaycan da təhsə dayanıb burada. Bütün Azərbaycan burada məsələdir. Bilirlər, bildilər də nə mənədir. Ona görə də hər kəsindən hesabçıda bizdə aydındır, millətimizlə də, dövlətimizlə də. Amma kimsə bilmədən, ya bilərək, dururlar elə kör təbii, ay İran qorunsun, İranı vurdular, nə danışırsan sən, deyəsən dünyadan xəbərsizsən. Bu deyil, Bakıya doldurmuşdular ki, demək ki, gəlirdi, o terörist birisi var, Bağırzadədir, Bağır. Gəlmişlər zindandan oğurlayalar, Azərbaycanda çevriliş edələr. Azərbaycanda, gətirmişlər, doldurmuşlar məmləkəti. Ya Ali gəlmiş, Hüseyniyun, Fatimiyun orada da hazır deyirlər. Azərbaycan prezidentə deyir ki, mən bu Həsən Ruhaniyə dedim ki, onları çıxardın ya verin, o teröristləri oradan verin də, deyəcəklər. Dedi, hətta o adam ki, vurduları xəmir elədilər, kim bilir. Atırdılar Azərbaycanın üstünə o rəisini. Ay bu rəisi getdi ora, Azərbaycan İsraillə deyir, yox, özünüz vurdunuz, öldürdünüz ki, rədd eləyəsiniz. Ona da deyirdi prezident ki, mən dedi bu casusları, bir filanları yığışdırın da. Neçə dənə bizdən, hələ Azərbaycanın kuzeyindən, Cumhuriyyətdən, Tehranda casus tutulubdur, Haradadır? Yoxdur. Tutub alimi basırdı, qonaq çağırırdılar, alim buradan, Azərbaycan. Tutub basırdılar zindana. Uşaq tələbə durub gedib Azərbaycanlıdır, yaşıl pasportla, orada dostun görə tutub basırdılar zindana görə Azərbaycandan da bir altdan bir şey alaq, filan eləyək. Yəni görə o tut, əsir tut, qonağı, yoldan keçəni, qadını filanı Avustraliyadan, Yapondan tutmuş da Amerikaya. Tutaq pıl alaq, onlarda biri var, Möhsün adında. Cinayətkar adam yiyən Möhsün Rızai. Biz Səfeyin dəvrində həməcədə kandid namizəd olub prezident. O qədər adam öldürüb bu. Hətta Xumeyni-Səddam savaşında Azərbaycandan leşkər yağışını hamını ölümə verib bu adam. İndi ki, nə tapılıbdır? Yine bu adam tapılıbdır deyəcək, bunlar hamısı burada təhlükəlidirlər. Və o dünənləri Trump çıxış dedi ki, bunlar dəlidirlər, bunlar ağılsızdılar. Və bunların axırından çıxacağam. Ay bu günləri çıxıb və Trump deyir ki, danışacı yox, nə? İndi siz buyurun, mən suallara cavab verim. Baxa görəcək, biz yenə də deyirik, dövlətimizin mənafeyindən, Türk millətinin mənafeyindən baxırıq. Bizi bağlamaz ki, kim kiminlə savaşır, kim İslam yayır, kim yaymır, özləri budur, ərəblər də oradadılar.